Bugün saat 20:45-də Azərbaycanın qürur mənbəyi Qarabağ Futbol Klubu Çempionlar Liqasının 3-cü turunda növbəti sınağına çıxacaq. Komandamız səfərdə İspaniyanın Bask bölgəsini təmsil edən Atletik Bilbao klubu ilə qarşılaşacaq. Bütün Azərbaycan və futbol sevərlər bu oyunu böyük həyəcanla gözləyir. Həm azarkeşlər, həm də futbolçular bu tarixi fürsəti əldən vermək istəmir. Əlbəttə, qarşıdakı görüş çətin olacaq, bunu hər kəs qəbul edir. İlk iki turda məğlub olan Atletik Bilbao bu oyuna final kimi yanaşır. Çünki mümkün növbəti itki onların ilk 24-lüyə düşmək şanslarını ciddi şəkildə azalda bilər. Qarabağ isə əksinə ilk iki oyunda qazandığı parlaq qələbələrin ardınca uğurlu seriyanı davam etdirmək niyyətindədir. Qurban Qurbanovun komandası bu oyunda da sərfəli nəticə əldə edərək ilk 24-lüyə düşmək üçün vacib addım atmaq istəyir. Bu oyunla bağlı futbol mütəxəssisləri və şərhçilər arasında fərqli fikirlər səslənir. Bəziləri Atletikonun üstün olacağını, digərləri isə Qarabağın əzmkar qələbə qazanacağını proqnozlaşdırır. Lakin hamının bildiyi kimi futbolda əvvəlcədən nəticə demək çox çətindir. İlk iki turda həm Benfica, həm də Kopenhagen Qarabağla görüşlərdə favorit sayılırdı. Lakin komandamız hər iki oyunda əzmkarlıq və taktiki intizam sayəsində layiqli qələbələr qazanaraq bütün Azərbaycan xalqını sevindirdi. Biz yenə də Qurban Qurbanova və onun komandasına inanırıq. Əminik ki, bu axşam San Mamés stadionunda Qarabağ bir daha tarix yazaraq vətənə qələbə ilə dönəcək. Rəqib komandanın baş məşqçisi Ernesto Valverde də oyundan öncə ehtiyatlı danışıb. Valverde bu görüşdə hər şey mümkündür deyərək 1-0 hesablı qələbənin də onlara qane edəcəyini bildirib. Bu axşam təkcə Azərbaycan deyil, bütün Avropa gözünü bu oyuna dikib. Çünki Qarabağ bu mövsüm turnirin sürpriz komandasıdır və hər kəs komandamızdan növbəti sensasiyanı səbirsizliklə gözləyir. Siz də bu oyun haqqında fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Vaxt ayırıb izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz. Sağ olun.